80 qram 2% duz məhluluna neçə qram 5% duz məhlulu əlavə etmək lazımdır ki, məhlul 3% olsun. Bu misalı həll etmək üçün qablar üsulundan istifadə edirik. Tutaq ki, bir qabda bizdə məhlul var. Bu məhlul 80 qramdır və 2%dir. Bunun üzərinə başqa bir məhlul əlavə olunub. Məhlulun çəkisini bilmirik. X qramdır. X qramdır və faizi 5%dir. Yeni bir məhlul alınır. Bu məhlulun çəkisini bilmirəm, çünki 80 qramın üzərinə X qram əlavə olunub. Bu çəkidir. Ümumi. Faizi isə 3%dir. Qablar üsulu həll edəndə birinci qabdakı məhlulun çəkisini vururuq onun faizinə. Üzərinə gəlirik ikinci qabdakı məhlulun çəkisini vururuq onun faizinə. Bərabərdir. Qabdakı məhlulların çəkiləri toplanır. Vurulur yeni alınmış faizə. İndi verilənləri gətirib yerinə yazıram. Birincidə çəki nə qədər idi? 80 qram idi. Faiz nə qədər idi? 2%. Üstə gəl. İkincinin çəkisini bilmirəm, axtarırıq. Faizi 5% idi. Bərabər. Topladığımız zaman 80 ilə x cəm verir. Vurulsun alınan faiz 3%dir. Normal həlli kimi həll edirik. 82-yə vuranda 160, üstə gəlinsin 5x bərabərdir. 380-ə vuranda 240, üstə gəlinsin 3x. Məlumları bir tərəfə, məchulları bir tərəfə keçirirəm. 5x çıxılsın 3x, işarə əksinə dəyişdi. 240 çıxılsın 160. 5x-dan 3x çıxanda 2x, 240-dan 160 çıxanda 80, x da bərabərdir 40. Demək, 40 qram 5%li duz məhlulu əlavə etmək lazımdır ki, yeni alınan məhlul 3%li olmuş olsun.